Bir daha dəqiqləşdirmək istəyirəm. Yəni, fərmanın birinci hissəsi məhz məzənnənin dəyişməsi nəticəsində təsirlənmiş kreditləri əhatə edir. Yəni, bildiyiniz kimi məzənnənin 2 tarixdə dəyişməsi baş verib. Yəni, bu bir 21 fevral 2015-ci ildir, ikinci dəfə isə 21 dekabrdır. Həmin tarixlərdə kreditlər mövcud olubsa və onların məbləği 10.000 dollara qədərdirsə, həmin şəxslər bu kompensasiya ödənişlərini alacaqlar. Yəni, bu kompensasiya ödənişləri də deməli, əgər kredit tam bağlanıbsa vətəndaşların özlərini ödənəcək, əgər bank qarşısında hələm də borc öhdəlikləri qalırsa, həmin borcun azaldılması üçün istifadə olunacaq. Yəni, bütövlükdə əhali borc yükünü, devalvasiya nəticəsində artan borc yükündən azad olacaq. Yəni, əhəmiyyətli dərəcədə azalacaq. Yəni, eyni təkrar suallar da verilir. Məsələn, Zamiq Adıgözəlov adlı bir vətəndaş yazır ki, onlar ödəyib, bağlayıb, 78 qəpiklə götürüb və 105-lə də ödəyib. Sonraki günün məzənəsi ilə bağlayıb, bu onun taliyi nə olacaq? Əgər vətəndaş, deməli, vətəndaşımız borc alan, deməli, 0.78 kursu ilə, məzənnəsi ilə krediti almışdısa və 1.05 məzənnəsi ilə ödənişlərini həyata keçirtmişdirsə, bu deməkdir ki, bu iki məzənnə arasındakı fərqi o alacaq. Yəni, kredit əgər ödənilib, tam bağlanılıbsa, bu fərq həmin vətəndaşın özünə geri ödəniləcək. Yəni, burada devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturizasiya dövründə məlum olacaq. Qafqaz İnfonun məlumatına görə bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu. Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi işini sıfırdan qurmalıdır ki, gələcəkdə problemlər olmasın. Çünki hər dəfə cənab prezident belə fərman verməyəcək. Bu bir şansdır. Ona görə də banklar işlərini düzgün qursunlar. Bəzən deyirlər ki, hansısa bankları bağlamaq istəyirlər. Mən dövlət rəhbərindən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən xahiş edirəm ki, bankların bağlanmasına 5 il müddətinə moratorium qoysunlar. Çünki devalvasiyadan sonra bankların vəziyyəti pisləşib. Onların kapitallaşma və gəlirləri səviyyəsi aşağıdır. Banklar sağlamlaşdırılmalıdır. 10.000 dollardan artıq götürülən kreditlərə isə bank tərəfindən yenidən baxılacaq. Milli Məclisin deputatı Tahir Mirkişli prezidentin problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanda məsələnin manata aid olan kreditlərə də şamil edilməsini şərh edib. Mirkişli Qafqaz İnfoya açıqlamasında qeyd edib ki, sözügedən fərmanda dollar və manata olan kreditlər məsələsi nəzərdə tutulub. Belə ki, kim dollarla kredit götürmüşdüsə, ona devalvasiyanın fərqi ödənəcək. Manatla götürülən kreditlərin qaytarılması üçün yeni şərtlər veriləcək. Məsələn, bir adam manatla kredit götürüb, hazırda banka 15.000 manat borcu var və bir ildən çoxdur ki, ödəyə bilmir. Onun bütün faiz və cərimə borclarının hamısı silinəcək. Təkcə 15.000 manatın özü qalacaq. Qalan məbləği ödəmək üçün bank həmin şəxsə 5 il müddətə vaxt verəcək və ildə borca 1% tətbiq edəcək. Dünən Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədai Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb. Bu barədə trendə açıqlamasında Fədai Laçının vəkili Nurəngiz Qarayeva deyib. Vəkil bildirib ki, prosesə ilkin baxış iclası keçirilib. İş üzrə məhkəmə baxışı martın 11-nə təyin edilib. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmazadə barəsində Xətai rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Bu barədə Oxu.az vəkil Ramil Rüstəmov məlumat verib. Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Vəkil deyib ki, məhkəmə martın 4-də işlə bağlı qərarı elan edəcək. Yəqin ki, bizim şikayətimiz baxılması üçün yenidən Xətai rayon məhkəməsinə
göndəriləcək. Qeyd edək ki, Nərmin Şahmazadə ilə bağlı Qatar Rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi. Nərmin Şahmazadəyə qarşı milli qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci böhtan maddəsi ilə şikayət verilib. Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı Fövqəladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat Avropa çempionu, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qaynanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası bitmək bilmir. Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qaynanasından evini təmir etdirmək, evinə meyvə almaq üçün 50 min dollar borc alıb. Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi 92 A ünvanında yerləşən 12 saylı mənzildən gedir. Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyyə edib. Sonradan qaynana pulunu tələb etsə də Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə qaynanası məhkəməyə müraciət edib. Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10V003 dövlət nömrə nişanlı Lexus LX 570 və 10KV003 nömrə nişanlı Toyota Avalon markalı 2 bahalı avtomobilə həbs qoyub. Naftalan rayon icra hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Bakı şəhər prokurorluğundan Qafqaz İnfoya verilən məlumata görə Rövşən İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci səhnənkarlıq ölümə səbəb olduqları maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub. Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürək tutmadan vəfat etdiyi qeyd olunurdu. Qafqaz İnfonun hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncam əsasən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədiyar qızı Qəhrəmanova ikinci dərəcəli əmək ordeni təltif edilib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini olan Sədaqət Qəhrəmanovanın bugün 70 yaşı tamam olur. Azərbaycanda martın 1-nə olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında martın 1-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Salam əziz izləyicilər. Mən istəyirəm ki, bugün arılar haqqında sizə biraz məlumat verim. Mən Hüseynov Vidadi, Astara rayonunun Miki kəndində yaşayıram, gənc arıçıyam. Yəni ki, 120-yə yaxın arım var. Arılarımın 50-yə yaxın arım buradadır. Qalan hissəsi isə, yəni ki, çəmən bitkilərinə onu ayrı yerdə qoymuşam. Orada bal gətirir. Burada gördüyümüz, yəni arıları şəmi çəkdiyinə, bura arılarımızın qoyduğu yer Astara rayonunun Miki kəndi dağlıq ərazidir və gördüyümüz dağ Hirkan Milli Parkının səhrədidir. Yəni arılar həm Astara meşə fonunun Astarada olan, yəni dağlıq ərazidə bitən bitkilərdən bal yığır, həm də Hirkan Milli Parkında bitən minlərlə bitkilərdən və min bir dərdin dərmanı saydığımız bitkilərdən bal yığır. İndi istəyirəm ki, yəni ki, arıları hələ bura təzə gətirmişik. Hələ burada arılar bir aya yaxın, yəni ki, məhsul gətirəcək. Güllər, çiçəklər burada hələ təzə açıb. Yəni, çəkdiyinə göstərə də bilərik. Yəni, burada əsasən bal gətirir, yəni ki, gökə ağacından əsas bal gətirir və Qafqaz xurması adlandırdığımız meşədə təbii halda bitən cır xurmalardan bal gətirir. Və meşədə bitən bütün bitkilərdən, sitrus bitkilərdən, yəni bal yığır burada arılar, meşədə bitən, yəni qaragilə, yəni bütün bitkilərdə, təbiətdə bitən bütün bitkilərdən bal yığır. İndi istəyirəm ki, bir-iki arı yeşiyini yəni açım, orada sizə balı yəni göstərim, hələ arı təzə bal düzü gətirib, hələ burada bir aya yaxın məhsul gətirəcək, onu mən istəyirəm ki, çəkim sizə göstərim. Biz bildiyimiz kimi, arılar bütün çiçəklərdən bal gətirir, yalnız qızılgülün üzərinə əyləşməz, yəni ki, ondan məhsul götürməz, çünki Allah Taala tərəfindən bizə çatdırdığına görə qızılgül haram buyurulub. İndi mən istəyirəm ki, bir arı yeşiyini açım, burada sizə arının gətirdiyi məhsulu, yəni ki, Allah bərəkət versin. Gördüyümüz kimi, arı hələ indi bal vurub, şəmi balı çək göstər. Və qalan hissəsi isə çiçək tozudur, yəni güləmdir. Bu gördüyünüz bax, bu güləm min bir dərdin dərmanıdır. Bütün demək olar xəstəliklərin dərmanıdır bu çiçək tozu. Bu da yəni ki, təbii hələ indi gətirdiyi baldır. Digər ramkanı mən istəyirəm çıxardım. Və bu ramkada da hələ gördüyümüz kimi, yəni arı bura bala vurub, yəni yumurta qoyub, təzə yumurtadır. Bura isə bal, hələ baxın bu qədər bal vurub. Yəni ki, bu ramkada təqribən olar bir yarım kiloya yaxın bal, qalanı isə baladır. Yəni ki, arılar mən yeni də qeyd etmək istəyirəm. Burada hələ təzə məhsul gətirir. Hələ bunun məhsul gətirməyi, yəni ki, qabaqdadır. Hələ burada arılar ən azından bir aya yaxın güldən çiçəkdən məhsul gətirəcək. Öz nömrəmi də sizə deyim. Yəni ki, kim belə təbii məhsul, təbiətin qoynundan, bax gördüyümüz bu cənnət məkan yerdən arıların min bir əziyyətlə yığdığı balı mən sizə təklif edirəm. Kim istəsə, mənim nömrəmlə əlaqə saxlaya bilər. Nömrəmi sizə xatırlayıram, 051 546 39 39. Yenidən mən deyirəm, siz özünüzə qeyd eləyin, 051 546 39